Fevralın 3-də Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadənin 50 illik yubileyi münasibəti ilə görüş keçirilib. YAP sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Pərvin Kərimzadə ölkəmizin ictimai-siyasi həyatında hər zaman fəal mövqe ilə seçilmiş və çoxillik elmi-pedaqoji fəaliyyəti ilə gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə mühüm töhfələr vermişdi. YAP sədrinin müavini Pərvin Kərimzadəyə partiyanın idarə heyətinin üzvü, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputat kimi milli mənəvi dəyərlərin və dövlət maraqlarının qorunması istiqamətində şərəfli fəaliyyətində yeni nailiyyətlər arzulayıb. Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Pərvin Kərimzadə, ümumilli lider Heydər Əliyevin əbədi yaşar ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını, ölkəmizin tərəqqi və zəfər zirvəsinə yüksələrək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. O, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə getirmək üçün səy və bacarığını əsirgəməyəcəyini diqqətə çatdırıb.